Proqramın nəticəsini müəyyən edin. S bərabərdir State Exam Center sözü S-ə mənimsədilib. A-nı tapmaq üçün A bərabərdir. S-in daxilində kəsik 5-dən sonraki hissəni ayıracağım. İndeksi olaraq 0, 1, 2, 3, 4, 5. Bu boşluqdan başlayacaq. Ona belə yazım da. Bunu dırnağın içərisində bir boşluq var burada. Buradan başlayacağım. Exam, boşluq, center. Deməli, həmin kəsiyi ayırdım. İndi bunun daxilində find A, yəni A-nın indeksini müəyyən etməliyəm. Onda bunun daxilində indeksləməni sıfırdan başlayacağım və A-nın indeksi oldu 3. Deməli, onda bu bərabərdir 3-ə, yəni A bərabərdir 3-ə. B bərabərdir S-in ümumi daxilində A-nın indeksini müəyyən edəcəm. S-in ümumi daxilində A-nın indeksi 2-dir. Deməli, B bərabərdir 2-yə. C bərabərdir. S-in içərisində 3-dən sonraki hissəni ayıracam. 3-dən sonraki hissə başlayır T-dən. Yəni, onda bunu belə dırnaqda yazıram. T, E, Exam, Center. Həmin hissəni ayırdıqdan sonra indi bunun daxilində A-nın indeksini tapmalıyam. Ancaq A-nın indeksini 6-dan 14-ə qədər olan aralıqda tapmalıyam. Yəni bu hissəni mən ayırdığım hissəni 0-dan başlayıb nömrələyəcəm. 0, 1, 2, 3, 4, 5, 6 və 6-dan sonraki hissədə baxıram ki, ümumiyyətlə A yoxdur. A olmadığı üçün bunun qiyməti bərabər olacaq -1-ə. Daha sonra K-ya baxıram. K bərabərdir. S-i boşluğa görə ayırır, siyahıya çevirir. Onda K belə olacaq. Siyahının içərisində boşluğa görə ayırır. S-i state bir elementdir. Exam ikinci elementdir. Və center üçüncü elementdir. K siyahısını yaratdıq. İndi çapa baxıram. A, B, C-ni bir-birinə vururam. Bu olacaq -6 və üzərinə gələcəm. K-nın ümumi uzunluğunu, K-da olan elementlərin sayı da 3 dənədir. Onda nəticə olaraq cavab alınır -3.